Hər il minlərlə tələbə universitetlərin və orta ixtisas təhsil müəssisələrinin təşkil etdiyi təcrübə proqramlarına qoşulur. Məqsəd tələbələrin real iş şəraitinə uyğunlaşması və onların nəzəri biliklərini praktiki tətbiq etməkdir. Lakin tələbələr təcrübə qazanmaq üçün kifayət qədər vaxt və şəraitin olmadığını deyirlər. Məncə birinci kursdan başlamaqla təcrübə proqramı həyata keçirilməlidir, praktikalar olunmalıdır. Çünki biri var oxuyaraq nəyisə bilmək, o görmürük, sadəcə oxuyuruq, o göz yaddaşıdır, çıxır gedir. 3 il və yaxud 4 il universitetə gəl-get və heç nə eləmirik, ancaq imtahan və oxumaqla bu düşünürəm ki, tamamilə doğru deyil. Sonda da bizdən praktika istəyəndə iş yerləri artıq bizim praktikamız olmadığı üçün universitet bizi praktikaya son 1 il ərzində göndərdiyi üçün və yaxud bir neçə ay ərzində göndərdiyi üçün bu da keçərsiz olur iş yerlərində. Mən regiondan gəlmişəm, paytaxt şəhərə. İstəyərəm ki, praktikanın öz elə yaşadığım ünvana yaxın yerdə olsun, yəni rayonda olsun praktika. Həm vaxtım gedir, həm də istəyərəm ki, daha yaxın olum da yaşadığım ünvana. Çətinliklər olur. Bəzi ixtisaslar üzrə paytaxt Bakıda təcrübə keçmək mümkün deyil. Geodeziya, dağ mədən sənayesi və digər bəzi peşələrə yiyələnmək istəyənlər isə təcrübə prosesini bölgələrdə keçməlidir. Bəzi universitetlər bunun üçün şərait yaratsa da, bəzilərində bu məsələ hələ də açıq qalır. Meliorasiya ixtisasında təhsil alan tələbələrin təcrübə keçməsi üçün şaxələndirilmiş təcrübə proqramları təqdim olunur tələbələrimizə. Bakı şəhərində və Abşeron rayonu ərazisində yerləşən bizim meliorasiya təsərrüfatlarımız var ki, onlara göndərilir və Respublikanın müxtəlif bölgələrində olan meliorasiya təsərrüfatlarına göndərilir. Regionlardan olan tələbələr, məsələn, onların doğulub boya başa çatdıqları, yaxud da ki, yaşadıqları, daimi yaşayış yerləri olan regionlarda olan meliorasiya təsərrüfatlarında da təcrübə keçmə imkanları olur. Ekspertlər deyir ki, təcrübə proqramları əksər hallarda formal xarakter daşıyır və tələbələr real iş prosesinə cəlb olunmur. Əsasən müşahidəçi kimi qalırlar. Bunun əsas səbəbi mentorluq sisteminin zəif olması və universitetlərlə müəssisələr arasında əməkdaşlığın yetərli səviyyədə olmamasıdır. Təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda bu sistem səmərəsiz işləyir. Çünki proqramların effektivliyi ölçülmür və nəticədə məzunlar əmək bazarına hazır olmadan çıxırlar. İstehsalat təcrübələri vacibdir, çünki təhsil aldığı müddət ərzində həmin şəxsin əldə etdiyi bilik və bacarıqları nəzər olaraq yox, praktik olaraq tətbiq etmə məsələsi var. Çox təəssüflər olsun ki, bugün Azərbaycan ali təhsil müəssisələrinin tətbiq etdiyi istehsalat təcrübələri əmək bazarının tələbinə və müasir standartlara uyğun deyil. Belə ki, əldə edilən biliklər o qədər də keyfiyyətli tətbiq edilə bilmir. Biz görürük ki, pedaqoji ixtisasları bitirmiş bizim gənclərimiz 4-cü kursdan etibarən gedirlər pasiv təcrübəyə və bu zaman onlar qiymətləndirmə həyata keçirə bilmirlər, sinif idarəçiliyini həyata keçirə bilmirlər və hətta onlar müəllimlərin işə qəbul imtahanında uğurlu nəticə əldə etsələr belə gedib sinif idarə edə bilmirlər. Çünki onların təhsil aldığı müddət ərzində onlara tətbiq edilən müddət kifayət qədər azdır və keyfiyyətlidir. Ekspert onu da bildirir ki, digər ölkələrdə təcrübə proqramları daha davamlı və geniş miqyaslı təşkil olunur ki, bu da tələbələrin ixtisaslarını daha tez və effektiv şəkildə mənimsəmələrinə kömək edir. Turqan Əliyev, Əli Cəfərov, Davud İbrahimov, Xəbər Ertəsi.